Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Növbəti xəbər buraxılışı ilə qarşınızdayıq. Diqqətinizə çatdırım ki, informasiya dəstəkçimiz globalnet.com saytıdır. Ən son dəqiqə xəbərləri məhz həmin saytdan əldə edə bilərsiniz. İlk dəqiqələrdən hər birinizdən xahiş edirəm ki, yayımımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Beləliklə başladıq. Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi. Dilicanda diqqət çəkən detal. Xəbər verdiyimiz kimi iyun ayının 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirildi. Görüş indiki məqamda çox mühüm və diqqət çəkəndir. Əvvəla, prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfər etməsi tarixi bir hadisədir. Müqayisə üçün bildirək ki, bugünə qədər Ermənistana səfər eləyən ən yüksək səviyyəli Azərbaycan rəsmisi Baş nazirin müavini Şahin Mustafayev idi. Bu mənada Hikmət Hacıyevin səfəri həm də Bakı-İrəvan təmaslarının səviyyəsinin yüksəldiyini göstərir. Səfər və görüş iki mühüm detal baxımından diqqət çəkir. Birinci, səfər Ermənistanda parlament seçkilərindən sonra baş tutdu. Rəsmi Bakı seçkiləri yaxından izləyirdi. Hətta qeyd eləyə bilərik ki, seçkilərin nəticəsi də bizim üçün məqbuldur. Bakı bu addımla İrəvandakı seçkilərin nəticələrini tanıdığı mesajını verdi. Düşünürəm ki, bu bir müddətdir Prezident İlham Əliyevin niyə seçkilərdən sonra Ermənistanın baş nazirini təbrik etmədi sualına da dolayısıyla cavabdır. İkincisi, görüşün Dilican şəhərində baş tutması diqqət çəkir. Belə ki, Ermənistanın Tavuş vilayətində yerləşən bu şəhər ölkənin ən sakit və mənzərəli bölgələrindən biri hesab olunur və tez-tez Ermənistanın İsveçrəsi adlandırılır. İrəvandan fərqli olaraq Dilican siyasi mərkəz deyil və daha çox istirahət, turizm və beynəlxalq tədbirlərlə tanınır. Müqayisə üçün bildirək ki, son zamanlar rəsmi Bakı və mühüm mötəbər qonaqları Qəbələdə qəbul eləyir. Rəsmi Bakıda mötəbər qonaqları Qəbələdə qəbul eləyir. Bu mənada Qəbələ Dilican paraleli aparmaq mümkündür. Dilican həm də Azərbaycan sərhəddinə yaxındır. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin uğurla məhz bu regionda aparılması görüş yeri baxımından ərazini uyğun eləyir. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində iki tərəfli dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında evtimad quruculuğu tədbirləri barədə də fikir mübadiləsi aparıblar. Ümumiyyətlə, Ermənistan-Azərbaycan danışıqları üç istiqamətdə aparılır. Birincisi, dövlət rəsmiləri səviyyəsində, ikincisi, delimitasiya və demarkasiya komissiyalarının görüşləri kontekstində, üçüncüsü isə vətəndaş cəmiyyəti nümayəndələri arasında. Üç istiqamət olsa da məqsəd birdir. Bununla belə hər üç istiqamət sülhün davamlılığı və qalıcılığı üçün mühümdür. Hikmət Hacıyev, Armen Qriqoryan danışıqlarında bu məqamlara toxunulması prosesin gedişatında tərəflərin məmnun qaldığını və inkişaf etdirilməsini arzuladıqlarını deməyə əsas verir. Hikmət Hacıyev deməli, prinsip etibarilə Ermənistana səfərindən sonra Armen Qriqoryanın da Azərbaycana gəlməsi mümkündür. Hansı ki, bundan öncəki xəbər buraxılışında da bu barədə məlumatı diqqətinizə çatdırmışdıq ki, növbəti səfər Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın olacaq və o Azərbaycana gələcək. Amma görüş Azərbaycanın hansı rayonunda keçiriləcək və yaxud da ki, paytaxtda mı nəzərdə tutulacaq görüşün keçirilməsi, bununla bağlı yer baxımından hələ ki, detallar məlum deyil, amma bircə məlum olan məsələ var ki, Hikmət Hacıyevdən sonra Armen Qriqoryan Azərbaycana səfər eləyəcək. Ümumiyyətlə, hər hansı erməni rəsmisinin Azərbaycana gəlməsində problemi yoxdur. Rəsmi Bakı istər təhlükəsizlik tədbirlərini, istərsə də ki, diplomatik normaları qoruyur və onlara riayət edir. İndiki məqamda Bakı ilə İrəvan arasında davamlı dialoq mexanizminin saxlanması çox vacibdir. Xüsusilə Ermənistan konstitusiyasının dəyişdirilməsi, delimitasiya və demarkasiya prosesinin davamı
liderlər səviyyəsində görüşlərin vaxtı və yerinin müəyyən edilməsi, eləcə də yekun sülh müqaviləsinin imzalanacağı vaxt və məkanın müəyyənləşdirilməsi baxımından bu davamlılıq zəruridir deyə Qlobal İnfoazın siyasət yazarı Turan Rızayev Hikmət Hacıyevin Dilican səfərinin üstünlüklərindən və ümumiyyətlə İrəvanın gözlədiyi mesajın Hacıyev tərəfindən seçkidən sonra verilməsindən danışıb, qısaca desək, diqqət çəkən detallara toxunub. Birləşmiş Ştatlarla razılaşma Qalibafla Ərakçı Cenevrəyə gedir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Xarici İşlər naziri Abbas Ərakçı Birləşmiş Ştatlarla müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər. Bu barədə New York Times İranlı mənbələrə istinadən məlumat yayıb, bildirilir ki, 19 iyunda nəzərdə tutulan imzalama mərasimində Birləşmiş Ştatların vitse-prezidenti James Stevens təmsil eləyəcək. Birləşmiş Ştatları mərasimin baş tutacağı təqdirdə bu Vaşinqton və Tehranın son 47 il ərzində ən yüksək səviyyəli görüşü olacaq. Bir tərəfdə İran ictimaiyyəti, İran xalqı küçələrə axışır, etiraz aksiyaları keçirirlər. Arakçının da, Qalibafın da həbs olunmasını, hətta Arakçının dar ağacından asılmasını, edam olunmasını tələb eləyirlər. Digər bir tərəfdən isə İranın rejimi, siyasi rejimi belə deyək, və yaxud da ki, molla rejimi, dini rejimi Birləşmiş Ştatlarla sülh müqaviləsinin imzalanması yolunda çox ciddi addımlar atır. Demək ki, hər zaman səsi eşidilməyən İran xalqının da bu dəfə səsini eşidən olmadı. Bəlkə də bunun ardından daha bir neçə aksiya iştirakçısı da edam olunacaq. Çünki adətən İranda gördüyümüz mənzərə bundan ibarətdir ki, haqq səsini səsləndirən, haqq səsini eşitdirmək istəyən insanlar dar ağacından asılırlar. Müxtəlif bəhanələrlə asılırlar onlar və yaxud da ki, həbsə atılırlar uzun müddətli. Bununla bağlı da etiraz aksiyaları keçirilsə də, amma ki, heç bir faydası yoxdur. Bəlkə də Ərakçıya ölüm, Qalibaf düşməndir, Ərakçını edam etmək lazımdır, xalqın düşməndir, dövlətin düşməndir deyənlərin də bir neçəsi bundan sonra dar ağacından asılanlar arasında olacaq. Amma bütün hallarda İran hakimiyyəti bu yola çıxıb, Birləşmiş Ştatlarla razılaşmanın əldə olunacağına imza atıb. Məsələ burasındadır ki, rəsmi Bakı da bu açıqlanan məlumata öz mövqeyini ortalığa qoyub. Birləşmiş Ştatlar İran razılaşması alqışlayırıq, deyir rəsmi Bakı. Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlar və İran arasında anlaşma memorandumu üzrə əldə olunmuş razılaşmanın alqışladığını bildirir. Bu barədə Nazirlik bəyanat yayıb. Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin yanaşmasında qeyd olunur. İranla Birləşmiş Ştatlar arasında aparılan danışıqlar və yekun razılaşmanın əldə olunması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu addımı alqışladığını qeyd edib. Bu arada danışıqların əsas istəkçilərindən olan Pakistan da Birləşmiş Ştatlar və İran arasındakı razılaşmanı alqışlayıb. Pakistan prezidenti Asif Əli Zərdari Birləşmiş Ştatlar və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını alqışlayaraq sənədin yekun razılaşmanın əldə olunmasına və regional sülhün möhkəmlənməsinə doğru bir addım olacağına ümid etdiyini bəyan eləyib. Bu barədə Pakistan prezidentinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb. Mən Birləşmiş Ştatlar və İran arasında yekun razılaşmaya yol açacağını və regionda davamlı və hər tərəfli sülhün əsasını qoyacağına ümid etdiyimiz qarşılıqlı anlaşma memorandumunun imzalanmasına bağlı elanı alqışlayıram. Pakistan bu mürəkkəb dövrdə dialoq və diplomatiyanı ardıcıl olaraq dəstəklədiyi üçün fəxr edir deyə məlumatda qeyd olunur.
Davam edirik, dəyərli izləyicilərimiz. Ermənistanda neçə Azərbaycanlı daşınmaz əmlak alıb. Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyatda olan heç bir daşınmaz əmlak yoxdur. 2025-ci ildə isə Türkiyə vətəndaşları respublikada yalnız 4 daşınmaz əmlak alıblar və Sputnik Ermənistan agentliyinin Ermənistanın kadastr komitəsinə istinadən yaydığı məlumatda bildirilir ki, ötən il Türkiyə vətəndaşları İrəvanın Kontrol İnzibati rayonunda bir mənzil alıb, həmçinin Kotayak vilayətinin Jırveş kəndində 2 mənzil və 1 torpaq sahəsi satılıb. Ermənistan Respublikasında Azərbaycan vətəndaşları tərəfindən qeydiyyatda olan heç bir əmlak yoxdur deyə kadastr komitəsi qeyd edib. Həmçinin bildirilir ki, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlakla bağlı heç bir əməliyyat aparmayıblar. Davam edirik, dəyərli izləyicilərimiz. Digər xəbərlərdən daha nələr var? Sumqayıtda yanğın olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Sumqayıt şəhəri Qurddərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70 kvadrat metr olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğının genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib və xəsarət alanın olmadığı bildirilir. Rusiya və Ukrayna arasında müharibənin ən kəskin fazası yaşanmaqdadır. 70 raket və 611 PUA ilə Rusiya kütləvi hücum həyata keçirib. Həm də Ukraynanın paytaxtı Kiyevə, Kiyevin tam qaranlığa qərq olduğu bildirilir. Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərinə görünməmiş miqyasda kütləvi və kombinə edilmiş zərbələr endirib. Hücum zamanı Kiyevin tarixi rəmzlərindən sayılan məşhur Kiyev Peçerska lavrasında güclü yanğın baş verib. Məlumata görə Allov lavranın baş məbədi olan müqəddəs Məryəmin Tanrıya tapşırılması kafedralının dam örtüyünü bürüyüb və yanğının sahəsi 800 kvadrat metrə çatıb. Məbəddəki müqəddəs əşyaların və dini ləvazimatların xilas edilməsi üçün təcili təxliyə işləri təşkil olunub. Eyni zamanda hücum nəticəsində Aleksandr Davjenko adına milli kinostudiyada ağır zərbə alıb. Studiyanın geyim sexi tamamilə sıradan çıxarılıb. Ukraynanın mədəniyyət naziri Tatyana Berejnaya hadisə ilə bağlı etdiyi bəyanatda Ukraynanın ən böyük və ən qədim geyim kolleksiyasının məhv edildiyini, studiyada təxminən 100 min bədii kostyumun və 3 milyon geyim əşyasının küllə döndüyünü vurğulayıb. Kütləvi hava hücumu paytaxtın bütün 10 rayonundakı yaşayış binalarda ciddi ziyan vurub. Şəhərdə infrastruktura dəyən zərər səbəbindən təxminən 140 min sakin işıqsız qalıb. Fövqəladə Hallar Xidmətinin məlumatına görə hadisə nəticəsində 4 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Ukrayna Silahlı Qüvvələrinin hərbi hava qüvvələrinin rəsmi hesabatına əsasən Rusiya ordusu gecə ərzində Ukrayna ərazisinə müxtəlif tipli 70 raket və 611 PUA buraxıb. Ukrayna hava hücumuna müdafiə qüvvələri və radioelektron mübarizə vasitələri ilə 50 raket və 582 pilotsuz aparatı zərərsizləşdirilə bilsə də, ümumilikdə 42 müxtəlif lokasitdə 20 balistik raketin və 27 zərbə dronunun hədəflərə dəydiyi, həmçinin vurulan PUA qalıqlarının 12 fərdi evə düşdüyü qeyd olunur. Çox belə deyək də qanlı bir günün yaşandığı qeyd olunur. Dəyərli izləyicilərimiz, Ukraynanın paytaxtı Kiyevdə. Bəlkə də Rusiyanın daxilinə irəliləyir. Buna cavab olaraq dayanmadan 70 raket və 611 PUA ilə kütləvi bir hücum həyata keçirir və
Rusiya prezidenti Vladimir Putin dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahuya çağırış eləyib ki, sivil insanların öldürülməsi qəbul edilməzdir, beynəlxalq hüquq normalarının pozulmasıdır. Amma gördüyünüz kimi ümumiyyətlə bu bölgədə olan 10 şəhərin hərbiyə kütləvi hücum həyata keçirir və bu hücum nəticəsində puallar yaşayış binalarına düşür, insanlar arasında tələfat olur, xəsarət alanlar olur və uşaqların bütün bu hücum nəticəsində psixologiyası pozulur və bütün bunlara baxmayaraq amma Rusiya prezidenti öz etdiklərini haqlı olaraq qiymətləndirir. Bu arada isə Almaniyadan xəbərdarlıq var. Rusiya hücum eləyəcəyi hazır olun. Almaniyanın ordusunun baş komandanı general-leytenant Christian Freyding bildirib ki, NATO daxilində mövcud kəşfiyyat qiymətləndirmələrinə əsasən Rusiya 2029-cu ilədək və ya daha əvvəl NATO ölkələrindən birinə hücum etmək imkanına sahib ola bilər. Bu barədə Politico nəşri məlumat yayıb və Freydingin sözlərinə görə qərb ölkələri arasında bu ehtimala dair ümumi razılaşma mövcuddur və NATO'nun 32 üzvü Rusiyanın 10 illiyin sonuna qədər alyans ölkələrindən birinə qarşı hərbi əməliyyat başlatmaq potensialını nəzərdən keçirir. O vurğulayır ki, Almaniya və NATO döyüşə hazır vəziyyətdə olmalıdır. Düzdür, bu hücum nəticəsində hansı ki 5 ildə artıq Rusiya ilə Ukrayna arasında deməli müharibə yaşanır. Rusiya bunu xüsusi əməliyyat adı altında başlayıb və müxtəlif deməli ölkələr, xüsusən də qərb dövlətləri sanksiyalar bir-birinin ardınca Rusiyaya tətbiq etdilər ki, bu sanksiyalar fonunda Rusiya iqtisadiyyatını çöktürsünlər və iqtisadiyyat çökərsə o zaman Rusiyada silah istehsalını istədiyi templə apara bilməyəcək. Amma bugün Almaniya kəşfiyyat məlumatlarına əsasən belə bir xəbərdarlıq yayırsa ki, 2029-cu ilədək və ya daha əvvəl NATO ölkələrindən birinə hücum planlayır. Rusiya bu deməkdir ki, heç NATO ölkələri də, qərb dövlətləri də, Birləşmiş Ştatlar da öz istədiyinə bu baxımdan nail ola bilmir. Bəlkə də illər sonra Rusiya o iqtisadi baxımdan çöküşünü hiss eləyəcək, bəlkə də o sanksiyaların təsirini illər sonra yaşayacaq, amma bütün hallarda belə bir hücum planlaşdırılırsa, demək ki, qərb də istədiyinə nail ola bilməyib. Trump'ın böyük planına İsrail zərbəsi Netanyahu regional sazişi tanımadığını bəyan etdi. İsrailin Ynet portalı və aparıcı kütləvi informasiya vasitələri ölkənin rəsmi diplomatik dairələrindən sızan şok məlumatlara istinadən xəbər verir ki, baş nazir Benyamin Netanyahu Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın regional planlarına qarşı açıq şəkildə üsyan eləyib. Netanyahu Amerikalı liderlə keçirdiyi olduqca gərgin və qapalı danışıqlar zamanı İsrail ordusunun Livan ərazisindən çıxarılmayacağını və Vaşinqtonun İranla əldə etdiyi tarixi kompromis müqaviləsindəki Livan bəndini qətiyyətlə rədd etdiyini bildirib. Nəşrlərin əldə etdiyi kulis məlumatına görə Ağ Evin İranla apardığı gizli danışıqlardan Netanyahunun son ana qədər xəbəri olmayıb. Bu səbəbdən rəsmi Təl-Əviv Birləşmiş Ştatların yaxın şərqdə hərbi əməliyyatları, o cümlədən Livan cəbhəsini dondurmaq tələbini öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib. İsrail hökumətinin təcili iclasında nazirlərin tam dəstəyini alan Netanyahu bəyan edib ki, İsrail müdafiə ordusu Livanda hazırda tutduğu strateji mövqedə qalacaq və Hizbullah hərəkatının hərbi infrastrukturunu tamamilə məhv edənə qədər müstəqil əməliyyatlarını davam etdirəcək. İsrail rəhbərliyinin bu barışmaz mövqeyi və Birləşmiş Ştatlar İran sazişini tanımaması regional atəşkəs ümidlərinə ağır zərbə vurmaqla yanaşı, Vaşinqton ilə onun ən yaxın müttəfiqi olan Təl-Əviv arasında son illərin ən böyük siyasi və diplomatik böhranına yol açıb. Bundan öncə də İsrailin hücumlarına cavab olaraq Birləşmiş Ştatlar bu hücumda biz iştirak etmirik, ümumiyyətlə İsrail bu hücumla bağlı bizi xəbərdar etməyib deyə
açıqlamalar da vermişdi. İndi isə Trump bu böyük razılaşma ilə bağlı İsraili xəbərdar eləməyib. Daha konkret desək, İsrailin baş naziri Benyamin Netanyahu bu plandan xəbərsiz olduğunu qeyd edib və Hizbullah hədəflərini tamamilə məhv etməyə, Hizbullahın ən son döyüşçüsünü məhv eləyənə qədər dayanmamağı da qarşısına məqsəd qoyub İsrailin baş naziri və bu yöndə də tapşırıqlarını verir Müdafiə nazirinə və o da öz ordusuna əmrini eləyir və İsrail Birləşmiş Ştatlar İranla hansı razılaşmanı əldə etdi, etmədi, o razılaşmanın bəndində nələr var, nələr yoxdur, bunu gözə almayaraq xüsusən də Livan bəndini qətiyyətlə rədd etdiyini və bundan sonra da Hizbullah hədəflərinə ən sərt şəkildə zərbələr endirəcəyini açıq şəkildə qeyd edib. Belə demək mümkündür ki, Netanyahu Donald Trump'a meydan oxuyur. Davam edirik dəyərli izləyicilərimiz. Birləşmiş Ştatlardan İrana soyuq duş Vaşinqton milyardlarla dolların dərhal veriləcəyini rədd etdi. Bu xəbərdə diqqətinizə çatdıracağım, amma bu dəqiqə üçün bizi izləyən bütün tamaşaçılarımızdan xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Eyni zamanda kanalımıza abunə olmamısınızsa abunə olmağı da yaddan çıxarmayın və davam edirik. Deməli, Axios portalının tanınmış jurnalisti Barak Ravid Birləşmiş Ştatların yüksək rütbəli rəsmilərinə istinadən Vaşinqton-Tehran xəttində yaranmış yeni maliyyə gərginliyi barədə məlumat verib. Amerikanın yüksək vəzifəli rəsmisi İran tərəfinin Tehran heç bir şərt olmadan 60 günlük danışıqlar başlamazdan əvvəl dondurulmuş aktivlərdən 12 milyard dollar əldə eləyəcək bəyanatını qəti şəkildə təkzib edib və bu iddianı faktların təhrif olunması adlandırıb. Amerikalı diplomat mövcud razılaşmanın əsas şərtlərini tam çılpaqlığı ilə ortaya qoyaraq bildirib ki, yayılan məlumatlar tamamilə reallıqdan uzaqdır. Onun sözlərinə görə bu tarixi saziş sırf öhdəliklərin icrası müqabilində fayda prinsipinə əsaslanır. Ağ Ev rəsmisi İran hökumətinə xəbərdarlıq eləyərək vurğulayıb ki, Tehran üzərinə götürdüyü bütün öhdəlikləri tam və qüsursuz şəkildə yerinə yetirməyə qədər dondurulmuş hesablardakı heç bir vəsait sərbəst buraxılmayacaq və İrana heç bir maliyyə qaynağı ötürülməyəcək. Bu sərt bəyanat Birləşmiş Ştatların yeni saziş çərçivəsində Tehrana qarşı kompromisə getmək niyyətində olmadığını və hər addımı ciddi şəkildə yoxlayacağını bir daha sübut eləyir. Davam edirik dəyərli izləyicilərimiz. İranın nüvə problemi üzrə danışıqlar qrupunun keçmiş müşaviri hazırda rəsmi Tehrana və hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan Tehran Universitetinin professoru Məhəmməd Mərəndi Birləşmiş Ştatlar və İran arasındakı pərdə arxası sazişlə bağlı beynəlxalq mətbuatda böyük əks-sada doğuran bəyanatla çıxış eləyib. Yaxın Şərqdəki diplomatik kulisləri canlandıran bu bəyanatda İsrail rəhbərliyi kəskin tənqid olunur. Professor Mərəndi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun atdığı düşünülməmiş və strateji baxımdan uğursuz addımlar faktiki olaraq uzun müddətdir dalana dirənmiş Vaşinqton-Tehran danışıqlar prosesini krizisindən çıxarıb və prosesi İranın xeyrinə dəyişib. Onun sözlərinə görə İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi son qəfil hərbi hücum Ağ Evi və şəxsən Prezident Donald Trump'ı beynəlxalq arenada olduqca çıxılmaz vəziyyətdə qoyub. Mərəndi xüsusi olaraq onu da vurğulayıb ki, məhz bu regional gərginlik Trump'ı geri addım atmağa və İranın irəli sürdüyü sərt şərtlərlə, xüsusilə də Livanın təhlükəsizliyi ilə bağlı tələbləri tamamilə qəbul etməyə məcbur eləyib. Tehrandan səslənən bu geniş miqyaslı iddia Birləşmiş Ştatlar İran sazişinin arxasında dayanan hərbi diplomatik gedişləri və İsrail rəhbərliyinin fəaliyyətinin Vaşinqton tərəfindən necə qarşılandığını tam çılpaqlığı ilə ortaya qoyur. Düzü, Mərəndi belə bir açıqlama versə də Livanın təhlükəsizliyi məsələsi İranın tələbləri içərisində bu da var və buna görə də Trump geri addım atıb, amma tam şəkildə bunu demək mümkün deyil, çünki az öncə Benyamin Netanyahunun
Məhz İran Birləşmiş Ştatlar razılaşmasına olan mövqeyini sizin diqqətinizə çatdırdım ki, Netanyahu qeyd eləyir ki, biz bu bəndlə, Livanla bağlı xüsusi bəndlə razılaşmırıq və son Hizbullah döyüşçüsünü məhv eləyənə qədər biz bu prosesi davam etdirəcəyik. Davam edirik dəyərli izləyicilərimiz. Bəzi rayonlarda intensiv yağış yağır. Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxır. Ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakter alır. Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10-u olan məlumatında qeyd olunur ki, düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdədə, Biləsuvarda 15 və digər rayonlarda da belə deyək də ən az düşən yağıntı miqdarı Bakı, Abşeron yarımadası, Şirvanda 1 millimetrədə qeydə alınıb və bildirilir ki, iyunun 14-də saat 18:34-də 18:42 radələrində Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 millimetr olan dolu düşüb. İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyə əsib. Küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 deməli metr saniyədəki yüksəlib, güclənib. Daha doğrusu Göyçay Lerikdə duman müşahidə olunur. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 30, Aran rayonlarında 32, Dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunduğu bildirilir. Bəli, Azərbaycanda yağıntılı və dolu düşən hava şəraiti davam edir və bu səbəbdən də dəyərli izləyicilərimiz bir neçə gündür ki, artıq Bakıdan Naxçıvana və eyni zamanda Naxçıvandan Bakıya uçan reyslərin təxirə salındığı da bildirilir. Bununla bağlı Azalın Mətbuat Xidmətindən bir məlumat var. Onu sizin diqqətinizə çatdıracağım. Yay mövsümünün başlaması ilə hava nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artır. Hazırda aviaşirkətlər və hava limanları ən intensiv dövrlərdən birini yaşayır. Bu da təbii olaraq reyslərdə gecikmə və ya ləğv olunma hallarını qaçılmaz eləyir. Aviasiya sənayesi digər nəqliyyat növlərindən fərqli olaraq hava şəraitindən birbaşa asılıdır. Güclü külək, məhdud görmə, intensiv yağıntılar, tufan riski və ya marşrut boyunca qeyri-sabit meteoroloji şərait uçuşların təhlükəsiz icrasına təsir göstərə bilər. Beynəlxalq aviasiya qaydalarına əsasən pilotlar və əməliyyat mərkəzləri hava şəraitini daim qiymətləndirir və ən kiçik risk belə uçuş proqramında dəyişikliklə nəticələnə bilər. Dünyanın müxtəlif hava limanlarında hər il minlərlə reys məhz əlverişsiz hava şəraiti səbəbindən təxirə salınır və yaxud da ki, ləğv edilir. Son həftədə ən çox diqqət çəkən məsələlərdən biri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bəzi reyslərin ləğv olunması və ya gecikməsidir. Bu hallar sosial şəbəkələrdə və sərnişinlər arasında geniş müzakirə edilsə də, aviasiya mütəxəssisləri qeyd eləyirlər ki, qərarların əksəriyyəti əlverişsiz meteoroloji şərait və uçuş təhlükəsizliyi tələbi ilə bağlıdır. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək görmə məsafəsinin məhdudlaşması və dəyişkən hava şəraiti bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bundan əlavə, hazırda yay turizm mövsümünün ən aktiv mərhələsi olduğunu nəzərə alsaq, Azalda da yüklənmə səviyyəsinin artması istisna edilmir. Məhz buna görə də Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, biletləri son günlərə saxlamamağı və uçuş statuslarını mütəmadi yoxlamağı tövsiyə eləyir. Aviasiyada əsas prinsip dəyişməz qalır. Vaxtında uçuş vacibdir, lakin təhlükəsiz uçuş ondan daha vacibdir. Hava şəraiti və ya digər əməliyyat riskləri səbəbindən verilən gecikmə və ya ləğv qərarı qısa müddətli narahatlıq yaratsa da, uzun müddətli perspektivdə sərnişin təhlükəsizliyinin təmin olunmasına xidmət eləyir. Bəli, dəyərli izləyicilərimiz, Azal xüsusən də
də Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet satışını da həyata keçirir. Amma çox təəssüf ki, bəzi bu istiqamətdə uçan və geri dönən sərnişinlər bu rahatçılıqdan istifadə eləmirlər, bu əlçatanlıqdan istifadə eləmirlər və əksər vaxtı hansı günkü uçmaq istəyirlər Naxçıvana və ya Naxçıvandan Bakıya qayıtmaq istəyirlər, həmin gün gəlib orada bilet satışı həyata keçirən kassaların qarşısında dayanırlar və orada uzun-uzun növbə yaranır. Bu da azal əməkdaşlarının işini bir qədər də çətinləşdirir. Təbii ki, əgər insanlar bir səfər məqsədi güdürlərsə, bunu öncədən bilirlər ki, filan günü, filan tarixində Naxçıvana səfər eləyəcəklər. Yox, əgər kiminsə çox doğmalarından biri dünyasını dəyişirsə və belə deyək də gözlənilməz bir hadisə baş verirsə, fövqəladə bir hal baş verirsə, o zaman azal rəhbərliyi də həmin şəxslərin təcili uçuşu üçün maksimum şərait yaradır. Yəni, belə deyək də birdən eksprompt alınan bir hal olduğuna görə bunun üçün şərait yaradır ki, həmin şəxslər uçsunlar, çox doğmaları dünyasını dəyişibsə, yas yerinə çatmalıdırlarsa, bunun üçün şərait yaradılır. Amma öncədən planlaşdırılan səfər varsa, hansısa bir gəzinti məqsədi ilə və yaxud da ki, bir qonaqlığa getmək istəyən şəxslər varsa, onlar getdikləri gün gəlib o bilet satışı olan kassaların qarşısında dayananda artıq orada uzun-uzun növbələr yaranır. Ona görə də azal rəhbərliyi xahiş eləyir ki, əvvəlcədən planlaşdırılan səfərin biletlərini də elə əvvəlcədən əldə etsinlər və ümumiyyətlə, belə deyək də, o avtobusa minəndə ki, kart vurursan, gedirsən, hava nəqliyyatına bu qədər bəsit yanaşmasınlar. Öncədən alsınlar biletlərini və gedişlərini rahat şəkildə təmin etsinlər. O ki, qaldı narazılığa, bəli, hava şəraiti əlverişsiz olanda artıq təyyarələrin havaya qalxmasında təhlükə olduğunu görə azal rəhbərliyi də bu təyyarələrin uçuş vaxtını ləğv eləyir. Heç bir sərnişin istəməz ki, xüsusən də hava nəqliyyatı ilə uçanlar istəməz ki, göyün üzündə müəyyən problemlər yaşasınlar. Çünki bilirsiniz ki, o məsafə o qədər yüksək olur ki, artıq orada təcili bir belə deyək də, vəziyyətdən çıxmaq üçün nələrsə etmək də mümkün olmur. İndi yerdə hərəkət eləyən bu nəqliyyat vasitələrinə baxmayaq. Göydə vəziyyət tam başqa olur. Ona görə də hava şəraiti səbəbindən bəzən uçuş əməliyyatları təxirə salınırsa, bunu da anlayışla qarşılamaq lazımdır. Hansı ki, neçə gündür eyni istiqamətdə problem yaşandığını, yəni hava şəraiti ilə bağlı problem yaşandığının da şahidi oluruq. Belə dəyərli izləyicilərimiz, yeri gəlmişkən elə bu məlumatı da bizi izləyən tamaşaçıların diqqətinə çatdırmaq istədim. Yeri gəlmişkən Naxçıvandan həddindən artıq çox izləyicilərimiz var. Hər birini də salamlayıram. Sağ-salamat gedin, sağ-salamat geri dönün. Hər kim ölkənin harasına getməsindən asılı olmayaraq səfərlərini uğurla başa vursunlar. Belə dəyərli izləyicilər, bu saata mənim sizə çatdıracağım xəbərlər bundan ibarət idi. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün və sonda hamınızdan xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa, abunə olmağı da yaddan çıxarmayın. Görüşmək ümidi ilə salamat qalın.